Eğer deyirsinizsə ki, bitkini Allah yaradır, onda su tökmə gör yaradır yoxsa yox. Tökmə qardaş suyu. Əgər deyirsənsə ki, elektrik stansiyasından gəlir, onda lampanı bağlama. Gör elektrik gəlir yoxsa yox. Otaqda işığın yanması üçün nə qədər faktor lazımdır? Bir lampanı sən bağlamalısan. 2 otaqda elektrik xətti düzgün olmalıdır. 3 çöldəki elektrik xətti. 4 ta o Mingəçevirə qədər. 5 Mingəçevirdə elektrik istehsal olmalıdır. Orada işçilər olmalıdır. Yəni bir otağın işıqlanması üçün bəlkə minlərlə adam çalışır və orada bir hissə sahibi də sənsən. Sadəcə lampanı bağlamaq. Sən bir dənə mən lampanı bağladım deyə bütün o hissələri hamısı öz üzərinə alırsan. Bu doğru deyil də. Hər ağıllı adam bilir ki, kibirlənmək də böyüklənməkdir. Öz gördüyün kiçik işi böyük görmək. İndi kainatda da bir bitkinin əmələ gəlməsi üçün nə qədər faktor var? Bir su tökülməlidir elə, 2 torpaq olmalıdır. Torpaq yaratmamısan. Günəş olmalıdır. Günəşdən ora fotonlar gəlməlidir. Yəni bitkinin içinə o torpaq düzgün şəkildə girməlidir. O atomlar düzgün şəkildə qalxmalıdır. Yəni səndən başqa minlərlə faktor var. Sadəcə su tökdüm, su tökmüsən də bir dənə qalmısan ki. Yəni bir niyə dərinə gedirsən, su tökürsən çıxır. Bütün bunlardan başqa bütün səbəblər hamısı yerində olsa da, hamısını yerinə yetirsən də, bir də qüdrət-i ilahiyyə deyirlər. Allahın qüdrəti olmalıdır. Allah qüdrəti ilə onu yaratmalıdır. Allah qüdrətini çəksə, su da töksən, günəş də orada olsa, bütün bildiyin səbəblər. Zaten bizə görə onlar heç bir həqiqi səbəb deyil. Hamısı yerli yerində olsa bitki çıxmayacaq. Yəni bir dənə düşün, nə varmısan ki, su tökmüsən də, amma oradan ağac çıxıb, yarpaq çıxıb, çiçək çıxıb. Bunlar hamısı sənətdir. Hamısı ciddi sənətlərdir. Yəni bunu kim eləyir ki? Yəni atom eləmir. Atomda o güc yox, şuur yox. DNT-də o güc. Dini niyə bağlıysan? Bu qədər möhtəşəm sənəti, Allahın bu qədər möhtəşəm sənəti adam yox hesab eləyir. Özün bir dənə su tökməyin, deyir ki, sadəcə o elədi, mən su tökməyim elədi. Halbuki orada sənin o su tökməyin milyonda şərt verir. Onda sən hər şeyi, bax, su da tökmüsən, eləmsən. Bax, buna bax, hər bir şey eləmsən. O niyə solub onda? Madəm sən eləyirsənsə, onu soldurma da, o qüdrətə sahibsənsə, onu eləmə. Allahın adəti də, Allahın nizamıdır ki, sən bitkiyə su tökürsənsə, o zaman inkişaf edir. Su olmayanda inkişaf eləmir. Bu Allahın qoyduğu bir nizamdır. O nizam sayəsində zaten biz həyatı rahatlaşdırır. Elə qoyardı ki, bir dəfə ora su tökməliydin, bir dəfə torpaq tökməliydin, bir dəfə şəkər tozu tökməliydin. Onda sən artıq Allahın adətini tuta bilməyəcəkdin. Bu dəfə nə tökün bilməyəcəkdin artıq. O zaman çətinləşəcəkdi, həyat sənə çox çətinləşəcəkdi. Amma Allah çox rahat bir nizam qoyub ki, sənin orada vəzifən su tökmək. Allahın adətini anlamaq üçün biz buna müsəlmanlar olaraq adətullah deyirik. Bir misal verim. Ata uşağa deyir ki, oradan televizorun pultunu mənə gətir, sənə bir şokolad verəcəm. Uşaq nə vaxt pultu aparır, şokolad alır, pultu aparır, şokolad alır. Sonra deyir ki, pultu gətir, telefonu apar. Nə vaxt pultu gətirib telefonu aparsan, 2 şokolad verəcəm. Yəni nə vaxt falan yeri süpürsən, 5 şokolad verəcəm. Belə uşaq artıq atanın adətini tutur, pultu aparır, bir şokolad alır, pultu aparır. Sonra başqa uşaqlar deyir ki, baxın, şokoladı əldə etməyin üsulunu tapmışam. Şokoladı əldə etmək mənim üçün çox sadədir. Pultu aparsan, şokolad çıxır. Yəni bunun bir dənə səbəbi var, pultu aparmaq. Amma şokoladın əldə olması üçün nələr lazımdır? Atanın istəməsi, şokolad fabriki lazımdır, onu istehsallamaq, gətirmək. Sadəcə atanın bir adətidir ki, hər dəfə bu üsulla bir şey verir. Sən nə varmısan ki, pultu bir yerdən bir yerə aparmısan. Yəni bu tamamilə eyni misaldır. Yəni nə varmısan ki, bir dənə su tökmüsən. Amma Allahın belə bir adəti var. Suyu töksən, bitki verəcəm. Gübrəni biraz çox töksən, pomidoru böyük yaradacağam. Təbii gübrələr versən. Pomidoru məsələn balaca eləyəcəm, amma dadlı eləyəcəm. Suyunu gübrələr versən, böyük eləyəcəm, amma biraz dadsız eləyəcəm. Biz kainatda Allahın adətini tutaraq çalışırıq. İşi görən arxa planda tək bir güc var ki, biz ona Allah deyirik. Yoxsa məsələn adam düşünür ki, meşədəki pomidorlar, meşədəki bitkilər Allah böyüdür, amma parnikdən artıq biz böyüdürük. DNT-sini biz dəyişmişik. Halbuki sadəcə biz Allahın adətini tutmuşuq. İşi icra edən yenə Allahdır. Yəni ya da işi icra edən nədirsə, biz ona Allah deyirik.